İzləyicilərimiz, bu günlərimiz Şabalon qəsəbəsində yerləşən evimizin təqdimatındayıq. Deməli, evimiz dənizə 10 dəqiqəlik piyada məsafədə, Mayak dənizinə, maşınla isə 3 dəqiqəlik məsafədə yerləşir. Buyurun, gəlin evimizi təqdim edək sizə. Gördüyünüz kimi, qəşəng gözəl evimiz. Burada qəşəng hovuzumuz da var. Havuzumuz 1.70 dərinliyindədir. Yəni, hava elədir ki, onun özüm də keçmək istəyirəm. Evimizi təqdim eləyək. Burada qəşəng balaca belə pişiyimiz də var. Qiymət sonunda, videonun sonuna kimi baxın qəşəng. İsti palımız da var. İsti. Baxın, gəlin qəşəng meyvələrə özüm yemək istəyirəm. Gəlin qəşəng, bu tərəfi də göstərək. Baxın, qəşəng sanuzelimiz, suya bax, görün nə qəşəng, bax qoynar. Sonra qəşəng burada çimməyə yerimiz, ayaq yolumuz. Burada qəşəng mətbəximiz. İnanın, mətbəx elə qəşəng ki, yəni buraya gözüm qəşəng çolpadan zaddan pişirmək istəyirəm. Baxın, qəşəng suyumuz əla, qəşəng hər şey qaydasında. Qəşəng götürün oraları. Buranı göstərdik. İndi çıxırıq yuxarı. Qəşəng geniş balkon. Bura qəşəng polunu stol zad qoyub belə burada oturmaq olar. Oradan Pramoy dənizdir, baxın uşaqlar. O Pramoy oradan qəşəng dəniz. Qəşəng əsl. Gəlin indi bu bir tərəfləri də çəkək. Burada da qəşəng belə əyləşməyə qəşəng yerimiz də var. Bu da qəşəng super. Burada qəşəng belə boş otağımız da var. Ürəyiniz istəyən, istəsəniz uşaq otağı da eləyə bilərsiniz. Gənc otağı da eləyə bilərsiniz. Çox qəşəng, əlavə geniş. Görün nə boydadır. İnanın, yəni mən özüm alıb gətirmək istəyirəm onu. Burada da qəşəng belə. Sonra bu bir tərəfi də göstərək. Burada vallahi elə qəşəng yumuşaqdır ki, elə adam özü yatmaq istəyir. Baxın qəşəng. Bu tərəfi də qəşəng götürək. Genişdir ya otağımız. Görün nə qədər genişdir. Əşyalı uşaqlar, evimiz 190, əşyası isə 170 minədir. Videonun sonuna kimi izlədiyiniz üçün sizə təşəkkür edirəm. Səhifəmizə takib atın, belə gözəl çəkilişlər üçün müraciət eləyə bilərsiniz. Evinizin tez satılmağını istəyirsinizsə bizə müraciət eləyin.